Kəndlilər xəstə heyvanlar üçün baytara müraciət etməyə, əvəzinə mal pirinə üst tuturlar. Əvvəlcədən biz niyyət edirik, gətiririk bura və şəfa olur da mallar xəstələnmir, belə deyim də. Yəni baytar həkimə ehtiyacı olmur. Hə, da o qədər yox. Kənd ətrafı ərazidə olan Malpir kimi adlanan ziyarətgaha həddindən artıq gələn insanlar çox olduğuna görə kənd sakinləri bir araya gələrək burada gördüyünüz kimi ziyarətgahın ətrafında bu cür tikililər tikiblər ki, ziyarətə gələnlər burada istirahət edərək geri dönsünlər. İnsanların inanaraq gəldiyi və heyvanlarının şəfa tapacağına inandığı Malpirinin qəribə tarixçəsi var. Mal otaran kimsə buradan qeyb olubdur. Qeyb olub, o zamanlardan bura Malpir kimi, pir kimi olub. Hətta burada Pirkeşi kəndi var, bu pirin adından götürülüb, buradan götürülübdür adı da. O vaxt bura mal gətirilib. Bəli, o vaxt, bu vaxt mal gətiriblər. Mallar xəstəliklər, qabaq xəstəliyi, qara yara, müəyyən xəstəliklər olub, niyyət ediblər, mal gətiriblər bura, qurban kəsiblər burada, ediblər, şəfa tapıbdır. Bir çoban etdiyinə görə Malpir adı verilmiş bu yerin məqsədini anlamaq üçün az düşünmək kifayət.